Salam əziz əqrəblər, bu həftə gizli potensialınız partlayır və qarşınızda duran hər kəsi heyrətə salacaq qədər böyük bir sərvətə doğru addımlayırsınız. Budur, gəldik o çox gözlədiyiniz, bəlkə də aylar öncədən içindəki qasırğanın yaxınlaşdığını hiss etdiyiniz o həlledici dövrə, çünki 20-26 iyul həftəsi sizin üçün adi bir yay günləri silsiləsi deyil. Sözün əsl mənasında külündən yenidən doğulan bir simurq quşu kimi bütün əzəmətinizlə və toxunulmazlığınızla səhnəyə çıxacağınız bir vaxtdır. Siz onsuz da sir saxlamağı, planlarınızı heç kimə demədən dərin sularda səssizcə irəliləməyi sevirsiniz, amma artıq kölgədə qalmağın, arxa planda gözləməyin vaxtı bitdi. Kainat indi sizdən kəskin şəkildə tələb edir ki, o dərinlərdə gizlətdiyiniz iti zəkanızı, heç kimin ağlına gəlməyən strateji düşüncənizi masanın düz mərkəzinə qoyasınız və həyatın, xüsusən də maddi dünyanın sadəcə iştirakçısı yox, oyunun birbaşa rəhmsiz qurucusu olasınız. Gəlin çox açıq və səmimi danışaq, siz həmişə pulun, hüdudsuz gücün və insanları idarə etmənin qoxusunu uzaqdan almağı bacaran, hədəfinə kilitlənəndə ətrafdakı heç nəyi görməyən ən unikal bülsünüz, lakin son vaxtlar sanki nəsə sizi geriyə çəkirdi. Bəlkə də öz hüdudsuz potensialınızdan, o dəhşətli gücünüzdən özünüz də qorxurdunuz. İyulun ilk günlərindən, xüsusən də ayın 20-si və 21-dən etibarən içinizdəki o amansız rəqabət hissi, qazanmaq ehtirası yenidən oyanacaq və bu coşqu özünü tamamilə maliyyə sahəsində, karyera zirvələrində büruzə verəcək. İş yerinizdə, biznes mühitinizdə arxanızdan iş çevirməyə çalışanlar, sizin qabiliyyətlərinizi gizlicə şübhə altına alanlar və ya ayağınızın altını qazmağa cəhd edənlər ola bilər, qətiyyən onlara fikir verib enerjinizi. O qiymətli vaxtınızı boş mübahisələrə, xırda intriqalara xərcləməyin, çünki sizin onlara vuracağınız ən öldürücü, ən sarsıdıcı zərbə məhz qazanacağınız o böyük məbləğlər və əldə edəcəyiniz inanılmaz uğur olacaq. Əqrəb instinkti heç vaxt yanılmır, bu bir faktdır. Odur ki, əgər bu günlərdə beyninizdə hər hansı bir yeni investisiya, fərqli bir gəlir mənbəyi, bəlkə də ilk baxışdan çox riskli, lakin cazibədar görünən bir layihə haqqında mən bunu mütləq etməliyəm deyə kəskin bir səs eşidirsinizsə, o səsi heç düşünmədən dinləyin. İyulun 22-si və 23-ü ətrafında qarşınıza qəfil çıxacaq qapılar, sizə ediləcək təkliflər sıradan hadisələr deyil, onlar birbaşa sizin gələcək maliyyə imperiyanızın əsas dayaqlarını formalaşdıracaq, həyatınızı kökündən dəyişdirəcək qədər ciddi şanslardır. Cüzdanınızda, hesablarınızda hiss olunacaq o böyük sıçrayış, pulların axını sizə sadəcə rahatlıq deyil, həm də o çox ehtiyac duyduğunuz, uğrunda savaşdığınız mütləq mənəvi azadlığı verəcək. Bəli, pul sizin üçün heç vaxt sadəcə rəngli kağız parçası, yeyib içmək vasitəsi olmayıb, o sizin üçün toxunulmazlıqdır, gücdür, kimsəyə boyun əyməmək, heç kimdən asılı olmamaq üçün əlinizdə tutduğunuz ən böyük silahdır. Təbii ki, ətrafınızdakı bəzi dar düşüncəli insanlar sizin bu qəfil yüksəlişinizi, bu hüdudsuz ambisiyanızı həmən həzm edə bilməyəcəklər, qoy etməsinlər, onsuz da sizin hamıya şirin görünmək, hər kəsin qəlbini oxşamaq kimi bir dərdimiz, belə bir missiyanız yoxdur. Sizin dost dairəniz adətən çox kiçik, amma beton kimi möhkəm olur, məhz bu həftə o yanınızda qalan, sizi həqiqətən anlayan sadiq insanlarla birlikdə yeni, böyük iş planları cızmaq, ortaq və qazanc gətirəcək bir layihəyə start vermək üçün kainat ən ideal şəraiti yaradır. Sevgi və ehtiras həyatınıza gəldikdə isə burada vəziyyət qətiyyən sönük keçməyəcək, əksinə sizin o izah olunmaz, adamı özünə çəkən maqnetik auranız bu həftə maksimum dərəcədə az qala təhlükəli bir şəkildə parlayacaq. Əgər subaysınızsa, sıradan, enerjisi aşağı, həyata dair heç bir böyük hədəfi və ehtirası olmayan insanlarla bir dəqiqə belə vaxt itirmək istəməyəcəksiniz, sizin diqqətinizi, o çətin əldə edilən sevginizi yalnız və yalnız baxışlarında o atəşi, o bitib tükənməyən gücü və zənginlik arzusunu hiss etdiyiniz şəxslər cəlb edəcək. Seçici olun, tora düşməyin, həyatınıza daxil etdiyiniz insan sizin o dərin, bəzən qaranlıq, bəzən mürəkkəb olan daxili dünyanızı daşıya biləcək, sizinlə birlikdə zirvəyə addımlayacaq qədər güclü xarakterə sahib olmalıdır. Artıq münasibətdə olan və ya evli əqrəblər üçün isə iyulun 24-ü və 25-i çox ehtiraslı, hisslərin yenidən alovlandığı bir dövr vəd edir. Amma bircə şərtlə ki, içinizdən qəfil baş qaldıran o mənasız qısqanclıq krizlərini, partnyorunuzun hər addımını idarə etmək, onu boğmaq istəyini bir kənara qoyasınız. Onu sıxmaq, yormaq əvəzinə birlikdə ortaq məqsədlərə, xüsusən də cütlük olaraq maliyyə hədəflərinə necə çata biləcəyinizi planlaşdırın, çünki eyni hədəfə vuran iki güclü enerji sizin əlaqənizi nəinki xilas edəcək, onu tamamilə məğlub edilməz bir ittifaqa çevirəcək. Həftə sonuna, xüsusən də 26 iyul bazar gününə yaxınlaşdıqca həm fiziki, həm də mental enerjinizin, yaradıcılığınızın pik həddə çatdığını hiss edəcəksiniz.
Hətta ola bilsin ki, gecələr yuxuya getməkdə çətinlik çəkəsiniz, çünki beyniniz dayanmadan saat mexanizmi kimi yeni strategiyalar, fərqli qazanc yolları, böyük planlar istehsal edir, yataqda sağa-sola çevrilib buna görə əsəbləşmək yerinə. Qalxın, o fikirləri kağıza tökün, detallandırın, çünki o gecə yarısı gələn fikirlər sizi milyoner edə biləcək ideyaların düz mərkəzidir. İllərdir içinizdə gizli-gizli saxladığınız, bəlkə də vaxtilə sizə haqsızlıq edən, sizi kiçimsəyən insanlara qarşı duyduğunuz o intiqam hissini artıq sərbəst buraxmağın, ondan qurtulmağın vaxtıdır. Unutmayın, əsl intiqam almağın ən ləzzətli və ən təmiz yolu onlara zərər vermək deyil, onların ağlına, xəyalına belə gəlməyəcək qədər xoşbəxt, zəngin, əlçatmaz və uğurlu olmaqdır və mənə inanın, siz hazırda düz bu hədəfə aparan sürət qatarındasınız. Sağlamlığınızla bağlı diqqət etməli olduğunuz ən həssas nöqtə isə bu dönəmdə sinir sisteminiz, həddindən artıq gərginlikdən qaynaqlanan baş ağrıları ola bilər, bol su için, bədəninizdəki o toksinləri, beyninizdəki o yükü mütləq atın. İçinizdəki ən qatı negativ enerjini belə transformasiya etmək, ondan böyük bir yaradıcı və qazandırıcı güc, bir yanacaq kimi istifadə etmək sizin fitri istedadınız, sizin süper gücünüzdür. İndi əlinizə keçən hər bir kiçik fürsəti belə ustalıqla, zərgər dəqiqliyi ilə böyüdər, cüzi bir ehtimaldan belə nəhəng bir sərvət yarada bilərsiniz. Sadəcə kifayət qədər qorxusuz və kəskin addımlar atmaqdan çəkinməyin. Əgər hansısa layihədə və ya şəxsdə nəsə bir saxtakarlıq, sizə zərər verəcək bir detal hiss edirsinizsə, dərhal o mühitdən uzaqlaşın, qapını çırpın çıxın və kimsəyə heç bir açıqlama verməyə də ehtiyac duymayın, çünki siz əqrəbsiniz. Sizin həyatınızın qaydalarını cəmiyyət yox, başqaları yox, yalnız və yalnız siz özünüz yazırsınız. Bu həftə güzgünün qarşısına keçin və özünüzə qəti bir söz verin. Bundan sonra heç bir xırda nailiyyətlə, heç bir yarımçıq sevgi ilə, kimsənin atdığı sümüklə kifayətlənməyəcək, həyatın bu süfrəsindən ən lüks, ən bahalı və ən böyük payı məhz siz qoparacaqsınız. Çünki siz öz qaranlığından ən parlaq işığı, öz küllərindən ən böyük sərvəti yaradan yeganə gücsünüz və bu yazacağınız yeni uğur hekayəsi hələ uzun illər boyunca rəqiblərinizin və dostlarınızın dilində bir əfsanə kimi dolaşacaq. Hakimiyyət mütləq şəkildə sizdədir, cəsur əqrəblər, indi gedin və kainatın sizə borclu olduğu o nəhəng sərvəti əllərinizlə geri alın.